üçün 3 mol, dəmir 3 vur 56 qramdır. Birinci gəlin normal reaksiyamıza gedənləri yazaq. 3 vur 56, 2 vur 32. Bizim reaksiya sərf olunan kütlələrimiz deməli 3 vur 56, 2 vur 32. Bunu bərabər eləməkdən ötürü bu eləyir 168 qram. Deməli biz bunu da 168 qram, oksigen də 168 qram götürməliyik. Onda yazırıq. Deməli 168 qramdan nə qədər sərf olunur? Demək 64 qram. Yazırıq 168 çıx 64 bərabərdir 104 qram artıq. Nədən? Oksigendən. Deməli bizdə artıq oksigenlər qalır. Oksigenləri saxlayırıq variantlarda. Baxın 168 qram deməli dəmir 3 moldur. 168 qram oksigen 32-yə böləndə 8,25 mol eləyir. Bir dəqiqə 168-i bölək 32-yə. 168-i bölürəm 32-yə 5 tam bölürük 32-yə 5 tam %25. Bu oksigenin mollarıdır. Bu isə deməli dəmirin moludur. Bizdə cəmi 104 qram artıq qalanda iştirak eləyir 5,25 mol oksigen, 3 mol da dəmir. Cəmi elədi 8,25 mol. İndi bizə deyir ki, ümumi mol sayı 33 olarsa, 33 mola nə qədərdir? X olacaqdır. X də bərabərdir. Demək, 33-ü vururuq. 104-ə bölürük 8,25-ə. O da eləyir 416. Doğru variant A variantıdır. Ən rahat üsul bu üsuldur. Yoxsa bu məsələ